Salam, hörmətli izləyicilər, mən Kənan Zülfüqarov, Kürdəmir Regional Təşkilatının sədri və ictimai nəzarətçi. Hörmətli izləyicilər, hər birimiz bilirik ki, bu günlərim 20 yanvardır. 20 yanvar şəhidlərimizin xatirəsi Respublikamızda yad olunur və mən də bu münasibətlə Kürdəmir Regional Təşkilatı olaraq Kürdəmir rayonunda olan şəhidlər xiyabanını ziyarət edirəm. Burada yatan insanların hər biri qəhrəmandır. 1990-cı ildə də qəhrəman xalqımız bunu sübut etdi. Azadlığın birinci şəhidləri oldu və hal-hazırda burada yatan oğlanlarımız 1990-cı ildə Qarabağ döyüşlərində qəhrəmancasına döyüşüb şəhid olan evladlarımızdır. Allah hər birinə rəhmət eləsin. Və bugün mən də qeyd etmək istəyirəm ki, 1990-cı ilin şəhidləri bugün Kürdəmir xalqı tərəfindən yüksək dərəcədə qeyd olunur və Kürdəmir əhalisi şəhidlər xiyabanını ziyarət edir. Bax, bugün çəkdiyim, yəni çəkilişdən də məlumdur ki, bax, şəhidlər xiyabanının ziyarət edib insanlarımız artıq yenə də ziyarətdədirlər. Mənsə, yəni çəkilişdən ötəri, çəkməkdən ötəri özüm bu vaxtı, bu saatı seçdim və çəkirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin və hər bir kəsin Azərbaycan xalqının borcudur ki, hər zaman şəhidlərimizi xatırlasın, onları yad eləsin. Və 1988-ci ildə başlayan müharibə, 1990-cı ildə ilk şəhidlərimiz və bu günlərim 2016-cı ildə aprel döyüşləri sübut elədik ki, yəni düşmənə biz sübut etdik ki, Azərbaycan xalqı sübut elədi ki, biz varıq və qəhrəman xalqıq. Bax, buradakı da şəhidlərimiz 2016-cı ildə şəhid olan aprel döyüşləri şəhidləri, 2020-ci ildə qəhrəman şəhidlərimiz, 2020-ci ildə şəhid olan 44 günlük müharibədə olan şəhidlərimiz, bu şəhidlərimizin hər biri qəhrəmandır. Hər biri hər zaman Azərbaycan xalqı tərəfindən yad olunur. Dövlətimiz tərəfindən yad olunur və hər zaman da yad olunacaqdır. Mən də ictimai nəzarətçi kimi özümü borc bilirəm. Allah Taala şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə Allah can sağlığı versin. Qeyd etmək istəyirəm ki, bax, bu iki şəhidimiz də 2023-cü ildə antiterror əməliyyatında şəhid olan qardaşlarımızdır. Hər bir, yəni bu şəhidlər xiyabanında 1990-cı il, 2016-cı il, 2020-ci il və 2023-cü ildə olan şəhidlərimiz bu qəbirstanlıqda uyur. Ruhları şad olsun. Allah'tan onlara rəhmət diləyirəm. Allah ruhlarını şad eləsin. Amin ya Rabbi. Kənan Zülfüqarov, Kürdəmir Regional Təşkilatının sədri.